Salam, bugün sizinle gündelik hayatımızda tez-tez karşılaştığımız bir mövzuya toxunacağıq. Polislə bağlı məsələlər. Əlimizdə çox maraqlı bir sənəd var, polisə verilən suallar. Biz də bu rəsmi cavablardan ən vacib, bəzən də belə deyək, gözlənilməz məqamları seçib sizinlə bölüşəcəyik. Məqsədimiz nəqliyyat vasitələri, sənədlər, cərimələr kimi mövzularda sizi daha məlumatlı etməkdir. Gəlin başlayaq bu məsələləri biraz daha dərindən araşdırmağa. Bəli, salam. Bu sənəd əslində vətəndaşların ağlına gələn, amma bəzən cavabını dəqiq bilmədiyi çox saylı sualları əhatə edir. Gündəlik qaydaları, prosedurları bilmək həm əlavə gərginlikdən qoruyur, həm də haqlı olduğunuz vəziyyətlərdə özünüzü müdafiə etməyə kömək edir. Bugün əsasən sürücülər və elə ümumilikdə hər birimiz üçün aktual olan nöqtələrə diqqət yetirəcəyik. Elə isə başlayaq maşınlardan. Texniki baxış məsələsi. Çox adam üçün deyərdim ki, əsl baş ağrısıdır. Qaydalar necədir, dəqiq olaraq? Qaydalar əslində çox aydındır. Baxın, minik avtomobiliniz təzədirsə, istehsalından 4 il keçənə qədər narahat olmaya bilərsiniz. 4 ildən sonra, yəni 4 ilə 10 il arası, 2 ildən bir texniki baxış lazımdır. 10 ildən çoxdursa, onda hər il. Avtobuslar, yük maşınları isə istisnasız olaraq hər il baxışdan keçməlidir. Hər il. Bəli. Amma bir vacib məqam var, diqqətli olunmalı. Əvvəlki baxışın bitdiyi tarixdən sonra cəmi 20 gün vaxtınız var. Bu 20 gün ərzində baxışdan keçməsəniz, bu artıq məsuliyyət yaradır. Cəmi 20 gün. Bu biraz qısa müddət deyilmi? Unutqanlıq baha başa gələ bilər. Elədir. Ona görə də diqqətli olmaq lazımdır. Və baxışa gedərkən də 3 şey tələb olunur. Əvvəlki bütün cərimələr ödənilmiş olmalı, icbari sığorta qüvvədə olmalı və 20 manat rüsum ödənilməlidir. Aydındır. Bəs avtomobildə edilən dəyişikliklər, məsələn, indi çox dəbdə olan o LED işıqlar və ya fərqli ölçülü təkərlər, buna necə baxılır? Bu, problem yarada bilər. Məsələn, standarta uyğun olmayan, həddən artıq göz qamaşdıran LED işıqlar, bunlar qarşıdan gələn sürücülər üçün təhlükə yaradır, onların görməsini məhdudlaşdırır. Düzdür. Gecələr xüsusilə problem olur. Bəli. Ya da məsələn, zavodun nəzərdə tutduğundan fərqli ölçüdə şin taxmaq, bu da idarə etməyə, təhlükəsizliyə birbaşa təsir edir. Qanunla da belədir ki, konstruksiyaya normativ tələbləri pozaraq müdaxilə edirsinizsə, buna görə 150 manat cərimə nəzərdə tutulub. 150 manat. Ciddi rəqəmdir. Deməli, məqsəd təkcə cəza deyil, həm də təhlükəsizlikdir. Əlbəttə, əsas məqsəd təhlükəsizlikdir. Yaxşı, keçək o əbədi mövzuya. Pərdə və plyonka. Nə olar, nə olmaz? Hamı bunu soruşur. Qanun burada çox konkretdir əslində. Sürücünün ətrafı görməsinə mane olan heç bir şey olmaz. Yəni, ön şüşə ən azı 75%, sürücü tərəfdəki yan şüşələr isə ən azı 70% işıq buraxmalıdır. Bu şərtdir. Bəs arxa şüşələr? Arxa şüşələrə gəlincə, əgər maşının hər iki tərəfində yan güzgülər varsa, o zaman arxa şüşəyə pərdə də çəkmək olar, plyonkada hətta sənaye üsulu ilə hazırlanmış jalüzdə, hətta bir güzəşt də var. İqlim şəraitini nəzərə alaraq, hər il mayın 1-dən noyabrın 15-nədək arxa yan şüşələrə də sənaye üsulu ilə hazırlanmış jalüz taxmağa icazə verilir. Maraqlıdır bu mövsümi icazə. Bəs maşının üzərindəki yazılar, şirkət loqosu məsələn, ya da hansısa reklam, buna icazə var? Əgər söhbət birbaşa kommersiya məqsədli reklamdan gedirsə, onda mütləq reklam haqqında qanuna uyğun icazə alınmalıdır. Bunun üçün ərizə yazmaq, müəyyən sənədlər təqdim etmək lazımdır. Amma yox, əgər sadəcə avtomobilin kimə və ya hansı şirkətə aid olduğunu göstərən bir fərqləndirici nişan, yəni loqodursa, bu birbaşa reklam sayılmır. Yəni loqo olar. Ümumiyyətlə, hə. Amma yenə də əmin olmaq üçün konkret vəziyyətdə loqonun şəkli və yerləşmə sxemi ilə Baş Dövlət Yol Polisi İdarəsinin, yəni DIP-nin müvafiq şöbəsinə müraciət edib dəqiqləşdirmək ən doğrusu olar. Heç bir problem yaşanmasın deyə. Tamam. Avtomobillə bağlı məsələlər aşağı-yuxarı aydın oldu. İndi keçək sürücünün özünə aid olanlara. Sənədlər və cərimələr. Sürücü yanında hansı sənədləri gəzdirməlidir hər zaman? 3 əsas sənəd var ki, bunlar mütləq olmalıdır. Birincisi, sürücülük vəsiqəsi, ikincisi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yəni hamının bildiyi texpasport.
Üçüncüsü isə icbari sığorta şəhadətnaməsi. Bu üçü əsasdır. Bəli, amma əlavə hallar da var. Məsələn, əgər maşın sizin deyil, başqasının adınadısa, o zaman idarə etmək üçün etibarnamə və ya mülkiyyət hüququnu təsdiq edən başqa bir sənəd də olmalıdır və əgər kommersiya məqsədi ilə yük və ya sərnişin daşıyırsınızsa, o zaman yol vərəqəsi və yükə aid sənədlər də tələb oluna bilər. Bəs cərimələr? Necə öyrənmək olar? Necə ödəmək ən rahat yolu nədir? Bir də o məşhur sual, hissə-hissə ödəmək olurmu? Cərimələri yoxlamaq və ödəmək indi çox asandır. Daxili İşlər Nazirliyinin, yəni mia.gov.az, bir də Baş DYP İdarəsinin dyp.gov.az saytlarında həm məlumat almaq, həm də onlayn ödəmək mümkündür. Hətta bir güzəşt də var. Əgər cərimə barədə qərar qüvvəyə minəndən sonra 5 iş gün ərzində ödəniş etsəniz, məbləğin 10% qədər indirim olur. Bu yaxşı stimuldur tez ödəmək üçün. Bəli, amma o hissə-hissə ödəmə məsələsinə gəlincə, təəssüf ki, mövcud qanunvericilikdə belə bir şey nəzərdə tutulmayıb. Cəriməni tam məbləğdə ödəmək lazımdır. Deməli, hissə-hissə olmur. Yaxşı, bəs yol polisi saxladı və siz yazılan protokolla razı deyilsiniz. Belə vəziyyətdə nə etməli? İnspektor pozuntunun, məsələn, kamera qeydini göstərməlidir. Əgər sürücü protokolla razılaşmırsa, öz etirazını bildirirsə, o zaman inspektor protokol tərtib edir və həmin protokolda işə harada və nə vaxt baxılacağını qeyd edir. Əgər pozuntu hansısa xüsusi texniki vasitə ilə, yəni stasionar kamera, radar və s. ilə qeydə alınıbsa, bəli, o zaman həmin anın foto şəklini tələb etmək hüququnuz var. Amma əgər pozuntunu IPX inspektoru birbaşa özü görüb aşkar edibsə, qanunvericilikdə onun həmin an sizə hər hansı foto və ya video sübut təqdim etməsi ilə bağlı bir tələb yoxdur. Hə, bu maraqlı fərqdir. Deməli, radarın şəkli var, amma inspektorun gördüyünün yox. Bəli, qanunvericilikdə belə nəzərdə tutulub. Gəl indi də başqa bir vacib sənəd növünə keçək. Şəxsiyyət vəsiqəsi və pasport məsələləri. Şəkil tələbləri necədir? Məsələn, baş örtüyü ilə şəkil çəkdirmək olarmı dini səbəblərlə? Bu da çox verilən suallardandır. Həm şəxsiyyət vəsiqəsi, həm də ümumi vətəndaş pasportu üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının, qısaca ICAO-nun standartları tətbiq olunur. Bu standartlara görə isə sənəd üçün fotoşəkil mütləq başaçıq olmalıdır. Azərbaycan qanunvericiliyində dini inanclar və ya başqa səbəblərlə bağlı baş örtüyü ilə şəkil çəkilməsinə dair hər hansı bir istisna hal nəzərdə tutulmayıb. Yəni qayda hamısının eynidir, istisna yoxdur. Bəli, tamamilə doğrudur. Bəs soyad dəyişəndə, məsələn, evliliklə əlaqədar, pasport da mütləq dəyişdirilməlidir və ya itirdiyimiz pasportu sonra tapsaq istifadə edə bilərik? Bəli, əgər vətəndaşın soyadı, adı və ya ata adı rəsmi şəkildə dəyişirsə, pasport mütləq yenilənməlidir. Bu vacibdir. İtirilmiş pasporta gəldikdə isə onu tapsanız belə artıq istifadə etmək olmaz. Onu dərhal aidiyyəti dövlət orqanına təhvil vermək lazımdır. Niyə? Tapmışamsa, niyə istifadə etməyim? Çünki itirilmə barədə ərizə verildiyi andan etibarən o pasport artıq etibarsız elan edilir və onun məlumatları beynəlxalq axtarış sisteminə, yəni Interpolun məlumat bazasına daxil edilir. Onu istifadə etmək cəhdi ciddi problemlər yarada bilər, sərhəddə və ya başqa yerlərdə. Aydındır. Deməli, tapılan kimi təhvil vermək lazımdır. Sonda bir maraqlı detal da var. Pasportlarda bəzən ölkə adı yerinə qəribə 3 hərfli kodlar yazılır. Mənbədə bir nümunə var idi, Saudiya Ərəbistanı üçün SAU. Bu nə deməkdir? Hə, bu da tamamilə normal bir haldır və yenə də o ICAO standartları ilə bağlıdır. Beynəlxalq sənədləşmədə, yəni pasportlarda, vizalarda vahidliyi təmin etmək üçün hər bir ölkəyə 3 hərfdən ibarət xüsusi kod verilib. Məsələn, Azərbaycanın kodu AZ, Türkiyənin kodu TUR, Səudiyyə Ərəbistanının kodu isə dediyiniz kimi SAU-dur. Bu sadəcə beynəlxalq standartdır, hər hansı bir səhv deyil. Çox sağ olun. Beləliklə bugün texniki baxışdan tutmuş, pərdələrdən keçib, pasportdakı o 3 hərfli kodlara qədər bir çox praktiki suallara rəsmi cavabları müzakirə etdik. Ümid edirik ki, bu məlumatlar sizin üçün faydalı oldu. Bəli, ümid edirəm. Qaydaları bilmək əlbəttə çox vacibdir. Bu bizim həm hüquqlarımızı qoruyur, həm də vəzifələrimizi xatırladır. Amma bəlkə də sonda belə bir sual üzərində düşünməyə dəyər. Görəsən, bütün bu qaydaların, məlumatların vətəndaşlara çatdırılma üsulları necə daha da sadələşdirilə, təkmilləşdirilə bilər ki, hər kəs üçün hər şey daha anlaşıqlı və əlçatan olsun.
Bu məncə həm şəffaflıq, həm də vətəndaş məmnuniyyəti baxımından cavabı axtarılmalı bir sualdır. Növbəti müzakirələr üçün maraqlı mövzu ola bilər.